Daha bir kobud qayda pozan avtobus sürücüsünün görüntüləri yayılıb. Axı gün ərzində yüzlərlə insanın həyatı dəyərli sürücülər. Sizə etibar edilir. Əksəriyyətiniz işinizin məsuliyyətini heç bilmirsiniz. Sizə aid olan qadağalardan xəbərsizsiniz. Süjetimizdəki avtobus sürücüsü sükan arxasında mobil telefonla danışırmış. Sərnişinlərdən biri isə bu görüntünü lentə alaraq ictimailəşdirib. Rəşad Vəkiloğlu'nun süjetidir. Gəlin izləyək. Əksər hallarda avtobusların iştirakı ilə baş verən qəzalara səbəb sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi olub. Sükan arxasında telefondan danışmaq? Xeyr, yoxdur. Bəs niyə danışırsan onda? Vacib zəng gəlib danışmışam. Cərimə olunurlar, işlərini itirirlər. Lakin yenə də ictimai nəqliyyatda sürücü işləməyin məsuliyyətini bəzi sürücülər bu günə kimi dərk etmir. Bu dəfə Lökbədan Xırdalan istiqamətində sərnişin daşımada fəaliyyət göstərən 140A avtobus xəttinin sürücüsü sükan arxasında sərnişinlə dolu avtobusda telefonla danışır. Görüntülər isə elə söz gedən avtobusun sərnişinlərindən biri lentə alaraq ictimailəşdirib. Biz ayrı-ayrı dövrlərdə onlara tam maddi məsuliyyətləri barədə həm şifahi olaraq xəbərdarlıq, həm də yazılı olaraq müqavilə imzalatdırırıq ki, qarşılıqlı olaraq. Bu sürücü kobud qayda pozmasını özü də etiraf edir. Məsuliyyətini də dediyinə görə dərk edir. Bəs niyə sərnişinlərin həyatını təhlükəyə ataraq qaydalara riayət etməyən sürücülərə sərnişinin həyatı etibar edilir? Neçə ildir bu xəttdə sürücü işləyirsən? 5 il olacaq. Yolda danışırsan. Maçlar gözüm amma yoldadır da. Baxıram, cəmaata baxıram, yola baxıram. İctimai nəqliyyatda sürücülərin sükan arxasında mobil telefonla danışmağı, siqaret çəkmələri həm qanunla qadağan edilib, həm də sükan arxasında bunları etmək sərnişinlərin həyatı üçün çox təhlükəlidir. Cərimə olunurlar, həm də qanunla qadağandır. Ancaq buna baxmayaraq bəzi məsuliyyətsiz sürücülər avtobus hərəkətdə olduğu zaman sərnişinlə dolu avtobusda sükan arxasında siqaret çəkirlər, telefonla danışırlar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, yayılan görüntülər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi təmin ediləcək. Mövcud qanunvericiliyin tələbinə əsasən sürücü sükan arxasında hərəkətdə olarkən telefondan istifadə etməməlidir. Bildiyiniz kimi hərəkətdə olan zaman bu hal sürücünün diqqətini yayındırır və öz növbəsində yol nəqliyyat hadisəsinin baş verməsinə də real zəmin yaradır. Təəssüflə qeyd etməliyəm ki, sözügedən yol hərəkəti qaydasının pozulması nəticəsində xəsarət alanlar və həyatını itirənlər olub. Əlavə olaraq qeyd edim ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonunu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə də nəzərdə tutulub. Aynadan verilən məlumata görə 140A saylı xəttin rəhbərliyinə qeydə alınan görüntülər təqdim edilməklə xəbərdarlıq edilib. Rəşad Vəkiloğlu, Hikmət Quliyev, Space xəbər.